başlayırıq izahlı sözlüyümüzdən sözlərimizi deməyə. Bəli, kitabları bağlayaq zəhmət olmuş uşaqlar. Hə, görə öyrənmisiniz yoxsa yox? Sehrigül, acılamaq nə demək? Acılamaq. Gəl, keç arxaya. Ruxsarə, arfa nədir? Afərin. Avazımaq nədir şəhər? Avazımaq. Məsələn, qorxudan dostumun sifəti avazıdır. Avazımaq, rəngi qaçmaq, rəngi solmaq. Keç arxaya. Ülvi, bəhsə girmək nədir? Bəli, bəli, düzdür, keç arxaya. Səid, bəşər sözünün mənası. Mənim bəşər, mənim kimsən qanı düşəndə, mənim qanını yoxlayan adama deyilir. Qanı düşəndə qanın yoxlayan? Mənim qana baxan adama deyilir. Yox, düz demirsən oğlum, keç əyləş. Bolşevik sözünün mənası. Bolşevik. Hə. Bolşevik. Mənim cümlə var idi bu. Hə, 20-ci əsr. Hə, mənim 20-ci əsrdə mənim qədim Yox, qədim sözü yoxdur. 20-ci əsrin əvvəllərində Rusiyada yaranmış İnqilabi Partiyanın üzvü. Bəli. Yaxşı, onda bir də sual verim. Sən dur burada. Bir də sual verim. Bəlkə sənin sualın çox çətin oldu. Ona görə cavab verim. Hə, yaxşı, ən çətini sənə düşdü, bilirəm. Boş bikar nə deməkdir? Mənim boş bekar, yəni hansısa bir işi görməyən, yəni ancaq boş bekar. Ay sağ ol. Keç arxaya. Səma, cüssəli sözünün mənası. Bəli, keç arxaya. Sevgi, çağ sözünün mənası. Bəli, keç arxaya. Tahir, çayır sözünün mənası. Bəli. Çayır. Asan sözdür oğlum. Sən ki, Afaqın sözü kimi düşməyib, asan söz düşür. Çayır. Bilmədin, keç əyləş. Nərminə, detektiv sözünün mənası. Mənim bir şeyi araşdıran. Detektiv, xəfiyyə. Nəyi araşdırır o qızım? Mən cinayət. Ay, sağ ol, keç arxaya. Cəsur, donor sözünün mənası. Mənim hər hansı bir adama hansısa bir hissəsini, mənim qanını verən adam. Ay, sağ ol, keç arxaya. Esmira, ehmalca sözünün mənası. Ehmal. Ehmalca. Ehmalca. Keç əyləş qızım. Ağca, ehtiva etmək sözünün mənası. Ehtiva etmək. Ehtiva etmək nə deməkdir? Əyləş qızım. Hüseyin, ehtiva etmək nə deməkdir oğlum? Pes etmək kimi. Peş etmək deyə sözümüz, dilimizdə söz yox. Pes etmək. Hə, ehtiva etmək nə deməkdir oğlum? Hə. Hə. Buraxmaq. İşi buraxmaq. Yox. Hə. Ehtiva edildi. Yaxşı, əyləş. Səma, ehtiva etmək sözünün mənası. Müdafiə etmək. Yox. Ehtiva etmək. Bilənlər var. Ülvi? Mənim ehtiva etmək içərisinə daxil olur. Afərin Ülvi. Gördün Səma? Əyləş. Endirim sözünün mənası. Mən nəsə satırı o endirmə qoyuruq elə. Qiyməti aşağı salma, ucuzlaşma. Onda bir dənə də deyəsən sənin sözün çox asan oldu. Bir dənə də verəcəm sənə. Fərsiz sözünün mənası. Fərsiz? Bəli. Mən fərsiz yəni heç bir şey edə bilməyən. Ay sağ ol. Əlimdən bir şey gəlməyən. Bəli, oxumusan. Keç arxaya. Rüxsarə, fidan sözünün mənası. Yenicə yetişmiş cavan adam. Afərin, oxumusan. Şahəddin, firəng sözünün mənası. Firəng. Mən fransızca Danışıq dilində fransız deyilir. Keç arxaya. Ülvi, füsunkar sözünün mənası. Mənim valeh edici. Afərin, afərin. Sən qəşəng oxumusan lüğəti. Afaq, gəmirici sözünün mənası. iti dişləri olan heyvan. Afərin. Sonra. Səma, gizir sözünün mənası. Hər bir rütubətdə kiçik komandir. Rütubət yox, rütbə. Bəli, afərin, oxumusan. Keç arxaya.
Nərminə, həsəd aparmaq sözünün mənası. Mən paxıllıq çəkmək, həsəd. Bəli, qibtə etmək. Afərin, keç arxaya. Sevgi, hiqqə sözünün mənası. Hiqqə. Hiqqə sözü bilən var? Hiqqə. Hiqqə. Afaq? İddia. Bəli, iddia. Sonra, hə, Ülvi? Mənəm. Afərin, afərin. Ülvi lüğəti çox qəşəng oxuyub. Hə, Sevgi, əyləş qızım. Hə. Xiyaban sözünün mənası cəsur. Hər iki tərəfdə əkilən ağac. Ağac əkilmiş yer yox. Bəli, düzdür. Keç arxaya. Sehrigül, inanc sözünün mənası. Kiməsə inanmaq. İnanmaq, etiqad, kör-köranə etiqad. Keç arxaya. Rüxsarə, jandarm sözünün mənası. Jandarm, yəni kiçik polis. Ay sağ ol. Hərbi polis. Bəli. Polis. Şahəddin, kandar sözünün mənası. Kandar yox, kandar. Deyirik ki, hə, Sonra mənəm də. Ülvi, Mənim gəzəcəm dalar. hə, yaxşı deyil. Mənim kanda qapının dəstəyi. Yox, Yox, qapının ağzı, dəstəyi yox.